Cari ilin yanvar ayında Muxtar Respublikada pərakəndə ticarət dövriyyəsi 123 milyon 757 min 300 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövr ilə müqayisədə 0,7% çoxdur. Muxtar Respublikanın ticarət şəbəkəsində 63 milyon 735 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 60 milyon 22 min 300 manatlıq isə qeyri-qida məhsulları satılmışdır. Cari ilin ötən dövründə demoqrafik vəziyyətdə artım müşahidə olunur. Muxtar Respublikada 2026-cı ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16 milyon 772 min 900 manat təşkil etmişdir ki, bu da 2025-ci il müvafiq dövr ilə müqayisədə 9,8% azdır. 1 yanvar 2026-cı il tarixən Muxtar Respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1486 nəfər və ya 0,3% artaraq 472 min 429 nəfər təşkil etmişdir. Tərlan İbrahimova, Şəfəq Rüstəmova, Arzu Sadiqov, NTV Xəbər.